Əttarlar məhəlləsi o qədər böyük bir məhəllə idi ki, hətta içində balaca məhəllələr də var idi. Və bu tip balaca, kiçik məhəllələrə basalaq deyirdilər. Bu küçələrdə də Davaqlar, Seyidlər və Cuhudlar məhəlləsində yan keçmək olmaz. Onlardan da ən məşhuru Cuhudlar dölməsi idi və ya Cuhudlar basalağı. İndiki Həsənli qardaşları küçəsində yerləşən bir ərazi. Bu yerdə də ən çox Yahudi əsilli insanlar yaşadığı üçün elə Cuhudlar dölməsi deyirlər. Dölmə də bu arada Gəncəlilərin dialektində döngə deməkdir. Bu küçədə onlara məxsus çox mülklər və mağazalar var idi. Onlardan biri də düz arxamda olan Zinger qardaşlarının tikiş maşınlarının emalatxanası, həm də dükkanı idi. Sonra Karl Gabernant'ın limonad zavodu çox məşhur idi. Hətta mülkü də deyə bilərik. Və ya məşhur saat dükkanı da var idi. Məhəllə sakinlərin əksəriyyəti də məhçilərdən ibarət idi. Məhçilər də kim idi? Pinəçi və ya ayaqqabı tikənləri idi. Onların da aşılanmış göm materialını, yəni dərini Davaqlar verirdi. Davaqlar basalağından alırdılar. Yəni belə işlər. Sağ olun.